Ucar rayonunda da faciə ilə nəticələnən olay baş verib. Hadisəyə iş görərkən torpağın uçması səbəb olub. Nəticədə telefon xətləri çəkən fəhlələrdən 3 nəfəri torpağın altında qalıb. Bir nəfər ölüb, Sumqayıt və Göygöl sakinləri isə xəsarət alıblar. Bakı-Qazax magistralının Ucar rayonunun Qulabənd kəndi ərazisində yolun kənarında təmir bərpa və telefon kabeli çəkilişi işləri aparan 3 nəfər torpaq uçqununun altında qalıb. Olay zamanı bir nəfər fəhlə torpağın altında qalaraq dünyasını dəyişib. Hadisə mayın 18-i saat 12:00 radələrində baş verib. Hadisə yerinə gələn Ucar rayon Fövqəladə Hallar Nazirliyinin xilas etmə qrupu tərəfindən ölən fəhlənin meyidi çıxarılıb. Həmçinin orada işləyən daha 2 nəfər Sumqayıt sakini 1969-cu il təvəllüdlü Rasim Talıboğlu Abbasov və Göygöl rayon sakini 1961-ci il təvəllüdlü Məhəbbət Şəfəqoğlu Vəliyev xəsarət alıblar. Hazırda onlar Ucar Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Bugün saat 12 radələrində 2 nəfər təcil yardım vasitəsilə xəstəxanaya daxil olmuşdur. Daxil olarkən onların vəziyyəti son dərəcə ağır idi. Tərəfimizdən dərhal müvafiq müayinələr və yardımlar göstərilmişdir. Aparılan yardımdan sonra xəstələrin vəziyyəti nisbətən yaxşılaşmış, lakin ağrıları qalır. Faktla bağlı Ucar rayon prokurorluğu tərəfindən araşdırmalara başlanılıb. Kamil Balakişiyev, Samir Göyçaylı, LTV Ucar.